Salam, axşamınız xeyir olsun. Gün TV'yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Azərbaycanlı vəkilə həbs cəzası verildi. İşçilər keyfiyyətsiz qidadan zəhərləndi. Əli Xamneyinin ailəsi üçün 3 ay sonra yas mərasimi keçiriləcək. ABŞ ordusu İrandakı bir hədəfə zərbə endirdi. Heç kim İran mediasına inanmasın, Ağ Evdən açıqlama. İndi isə daha ətraflı. Bugün Azərbaycanda 28 may Müstəqillik günü qeyd olunur. 1918-ci il mayın 28-də Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində Çar imperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Müsəlman şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam ordusu Bakını Daşnaq Rus qüvvələrindən təmizlədikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyinin təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atılıb. Eyni zamanda beynəlxalq əlaqələrin qurulması və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının de facto tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların həyata keçirilməsi və digər işlər müstəqil Azərbaycan Cümhuriyyətinin tarixi uğurları idi. İsrail səfirliyi Azərbaycanı 28 may Müstəqillik günü münasibətilə təbrik edib. Bu barədə səfirliyin X hesabında paylaşım edilib. Müstəqillik günün mübarək, əziz Azərbaycan. Azərbaycanın Müstəqillik günü münasibətilə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. İsrail və Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Azərbaycana davamlı rifah, güc və firavanlıq arzuluyuruq deyə paylaşımda bildirilib. Xəbərlərimiz davam edir. Hüquqşünas və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü Məhəmməd Təriqət İsfəncani 3 il azadlıqdan məhrum edilib. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Məlumata görə həbs barədə Üskü şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb. O, sosial mediada hökumət əleyhinə təbliğat və ölkə rəhbəri və Xomeynini təhqir etməkdə günahlandırılıb. İranın Gilan əyalətindən olan şair və ictimai fəal Peyman Fərahəvər edam edilə bilər. Bu haqda Beynəlxalq Əfv Təşkilatı xəbərdarlıq edib. 2024-cü ilin avqust ayında həbs edilən şairin edam cəzası ilə nəticələnən müharibədə ittiham olunduğu bildirilib. İnsan Haqları Təşkilatları Fərahəvərin işinin araşdırılması prosesinin ədalətli məhkəmə prinsiplərinin geniş şəkildə pozulması ilə müşayiət olunduğunu, şairin mədəni və ədəbi fəaliyyətlərinin ona qarşı təhlükəsizlik sübutu kimi istifadə edildiyini bildirirlər. İranın Behabad rayonunun sənaye mərkəzlərindən birində 8 işçi keyfiyyətsiz və vaxtı keçmiş qidadan zəhərlənib. Bu barədə işçi hərəkatı fəalları məlumat yayıb. Məlumata görə zəhərlənən işçilər xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib. Bununla yanaşı, Osləviyə rayonunun Dəmavənd Energetika şirkətində baş verən iş qəzası nəticəsində bir nəfər həyatını itirib, 2 işçi isə ağır yaralanıb. Qeyd edək ki, son bir il ərzində İranda işlə bağlı qəzalarda ən azı 5019 işçi həlak olub və yaralanıb. İranlı işçilərin əksəriyyəti iş təhlükəsizliyi və ya müvafiq sığorta təminatı olmayan şəraitdə işləyir. Müfəttişlərin olmaması və zəif təhlükəsizlik infrastrukturu peşə qəzalarının qeydə alınması və qarşısının alınmasında ciddi çətinliklər yaradır. Tehranda İmam Xomeyni şəhər hava limanında yerləşən inzibati binada yanğın baş verib. Yanğın söndürənlər tərəfindən söndürülüb.
Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanında bugün günortadan sonra hava limanının gömrük binasında yanğın qeydə alınıb. Hava limanının açıqlamasına görə hadisə zamanı binada və ərazidə olan şəxslərdən heç kim xəsarət almayıb və yanğın hava limanının uçuş cədvəlində hər hansı dəyişikliyə səbəb olmayıb. Davam edirik. İsrail və ABŞ-nin birgə hücumu nəticəsində İran İslam Respublikasının lideri Əli Xamneyinin və ailə üzvlərinin öldürülməsindən təxminən 3 ay sonra İran mediası Əli və Müçtəba Xamney ailəsi üçün bu həftə Rey şəhərində yerləşən Əbdüləzim Həsəni məscidində yas mərasimi keçiriləcəyini açıqlayıb. Yayılan elana əsasən mərasim Əli Xamneyinin qızı Büşra Hüseyni Xamneyi, onun həyat yoldaşı Misbahül Huda Bagiri, Müçtəba Xamneyinin həyat yoldaşı Zəhra Həddad Adil və Əli Xamneyinin nəvəsi Zəhra Məhəmmədi Gülpayqani üçün təşkil olunacaq. Əli Xamneyi 28 fevralda ailəsinin bir hissəsi və yaxın çevrəsi ilə birlikdə İsrail və ABŞ-nin birgə hücumları zamanı öldürülüb. Hadisədən 3 ay keçməsinə baxmayaraq onun cənazə mərasimi hələ də keçirilməyib. ABŞ ordusu daha əvvəl İranın Hörmüz boğazında ticarət gəmilərinə doğru 4 hücum dronu buraxmasından sonra İrandakı bir hədəfə zərbə endirib. Bu barədə The Wall Street Journal rəsmi mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən ikisinin məlumatına görə ABŞ qüvvələri dronları havada məhv edib və İranın cənubundakı Bəndər Abbas liman şəhəri yaxınlığında yerləşən idarəetmə məntəqəsinə zərbə indirib. Məlumatda qeyd olunub ki, İran dronları F-16, F-A-18 və F-35 döyüş təyyarələri tərəfindən vurulub. Dronların qarşısı alındıqdan sonra F-A-18 təyyarələri daha bir dron buraxmağa hazırlaşan yerüstü heyəti bombardman edib. Trump administrasiyasının rəsmiləri hücumları müdafiə xarakterli və məhdud əməliyyat kimi qiymətləndirib və bunun ateşkəsi pozacaq bir eskalasiya olmadığını bildiriblər. İki mənbənin məlumatına görə hadisə nəticəsində ölən olmayıb. Blokada çərçivəsində 109 gəminin istiqaməti dəyişdirilib. Bu barədə CENTCOM-un sosial media hesabında qeyd edilib. ABŞ Mərkəzi Komandanlığı bildirib ki, mayın 27-sinə olan məlumata görə ABŞ-nin İrana qarşı tətbiq etdiyi blokadaya əməl olunmasını təmin etmək məqsədi ilə 109 ticarət gəmisi istiqamətini dəyişməyə məcbur edilib. Son ABŞ zərbələrindən əvvəl Prezident Donald Trump İran mediasında yayımlanan Hörmüz boğazının İran və Oman tərəfindən birgə idarə olunacağına dair razılaşma xəbərlərini rədd edib. Trump bildirib ki, heç bir ölkə strateji su yoluna nəzarət etməyəcək. O, bunu çıxışı ilə Omanı da dolayı yolla hədələmiş kimi görünüb. Bura beynəlxalq sulardır və Oman da hamı kimi davranacaq. Əks halda onları bombalamağa məcbur olarıq. Onlar bunu anlayırlar. Problem olmayacaq, deyə Trump bildirib. Ağ Ev, İran Dövlət Televiziyasının Tehran və Vaşinqton arasında mümkün razılaşma ilə bağlı yaydığı xəbəri tamamilə saxta adlandırıb və insanları İranın hökumət mediasına inanmamağa çağırıb. İran Dövlət Televiziyası ABŞ və İran arasında mümkün 14 maddəlik anlaşma çərçivəsinin ilkin qeyri-rəsmi sənədinə çıxış əldə etdiyini iddia etmişdi. Həmin məlumata görə ABŞ İran ətrafındakı hərbi qüvvələrini geri çəkməyi və dəniz blokadasını dayandırmağı öhdəsinə götürüb. Bunun qarşılığında isə İran bir ay ərzində Hörmüz boğazından kommersiya gəmilərinin keçidini müharibədən əvvəlki vəziyyətə qaytarmağı qəbul edib. İran televiziyası həmçinin Hörmüz boğazında gəmilərin hərəkətinin İran və Oman əməkdaşlığı ilə idarə olunacağını iddia edib. Məlumatda bildirilib ki, yaxın 60 gün ərzində yekun razılaşma əldə olunarsa, bu anlaşmanın BMT Təhlükəsizlik Şurasında məcburi qətnaməyə çevrilməsi mümkün ola bilər. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.